Əziz bircələr, bu dəfə sizi yenidən qarşılayırıq və bugün buraxılış imtahanından sonra Eminlə çəkdiyimiz ilk sual-cavab videosudur. Emin, buraxılış imtahanı haqqında bir fikrini deyirəm, bunu paylaşaq. 11-ci sinif olaraq hamı tökülmüşdür buraxılış müəllimlərinin üstünə, dilin üstünə. Düzü, yəni mən ikinci zon olaraq buna hazırlıqlı oldum. Yəni bilirdim ki, yəni çətinliyə alışdım da. Birinci zonlar alışmamışdı, asan gözlədilər. 2025-də də yəni ki, buna daha rahat düşünmüşdüm, hamı belə gözləyirdi. Yəni mən də asan gözləyirdim birinci zondan sonra. Yəni. Səncə burada din günahkardır? Bəli. Niyə ki? Niyə ki, mən çətin salmışdılar. Çətin, sizə kimsə şey verib ki, asan salacaq imtahanı? Yox, yəni 2025-ə nisbətən çətinləşdirmişdilər. Ayrı seçkili sayılırdı. Yox, çətin olmağı dinin bir eybi günahıdır ki, din sizə nə varsa sizinlə müqavilə imzalamayıb ki, mən sonra şey deyəm. Deyil, Türkiyə, İrostan nə bilim sual ki, boş söhbətdir o. Salsın bu problemi nədir ki? Başa düşmürəm, bu yeni bir tipli sualdır. Sual olsun, o söz demirəm. Azərbaycan dilməsindən çox vaxt var. Vaxt aparan edirəm, vaxt çatır. O, əsas da birinci Nə problem? Riyaziyyat söhbətinə yalan uşaqlar. Keçən il tarixin elə salmışlar ki, mix səviyyəsində idi. Biz çətinlikdən şikayət eləmədik. Çətinlikdən heç kim şikayət eləməməlidir. Çünki hamı ən çətinə hazırlaşmalıdır. Amma problemli sual olarsa başqa məsələ. Ondan razıyam ki, problemli sual olur da. Qismət elə şeylər qismətdən asılıdır. İndi isə keçək dərsimizə. Dərsimiz ikinci Rus-Qacar müharibəsidir. Birinci tərəfdə ikinci Rus-Qacar müharibəsinin sual-cavab edirik. Düzdür? Nəyim? İkinci Rus-Qacar dərsimiz. O da. Ben niyə elə deyim ki? Elə birinci Rus-Qacar. Yox, birinci tərəfdə deyim. Sonra ikinci tərəfdə var. Bunu başlayaq. Başlayaq. Ümumiyyətlə, bu Gürcistan müqaviləsindən tərəflər razı deyildilər və Gürcistan müqaviləsindəki hansı şey yenidən müharibənin başlamasına... Separator nə deməkdir ki? Sərhədlərin yenidən baxılması. Ümumiyyətlə, müharibədən sonra tərəflər bir-birləri ilə eyni zamanda başqa dövlətlərlə də əlaqə saxlayırlar. Məsələn, Qacarlar hansı dövlət? Nə zaman müqavilə? 1811-də Tehranda. Nə deyir Tehran müqaviləsində? Tehranda, deməli, Qacarlar Hindistanın sərhədlərini təhlükəsizliyini edəcəkdir. Bir də İngiltərə yəni yardım göstərəcəkdir Qacarlara, hərbi yardım. Amma Ruslar bu dövrdə müharibəni davam etdirmək istəmirlər. Ona görə bir nəfər elçi göndərmişlər. Kim idi bu elçi? Yermalov. Yermalov birinci dəfə nə vaxt gəlmişdi? 17-də. Nə olmuşdu onun səfərinin nəticəsi? Gəldi, mən deməli, ərazi ilə bağlı, ərazisini istədi Gürcistan müqaviləsinə görə. Yəni Rusların altı ərazini geri istədi Qacarlar. Buna görə də müharibə elan ediləcəyini bildi, geri qayıtdı. Bundan sonra, məsəl üçün, 20-ci illərdə deyir, müharibəyə hazırlıq biraz da güclənmişdi. Məsələn, nələr baş vermişdi? Kəşfiyyat işləri aparırdı. Sonra? Osmanlı ilə müqavilə imzalamışdı. Neçənci ildə imzalamışdı? 26 idi. Neçə? 24. Xeyr. 23. 23-cü ildə imzalamışdı. Bu müqavilə imzalanında Osmanlı hökmdarı kim idi? 1823-də Mahmud idi. Neçənci Mahmud? İkinci. İkinci Mahmudun xarici siyasətinə düşə bilir və mənim sınavımda da var bu. Qarşına çıxacaq. Yaxşı. Bəs İngilislər başqa nə köməklik eləmişdi Qacarlara? Başqa hərbi yardımı artırdı. Bir də ki, metal tökmə zavodları. Ümumiyyətlə, ikinci dəfə elçi göndərirlər Ruslar. 26-da. Bu elçi kim idi? Həmçili idi. Həmçi kimdir? Yermalov idi. Yermalov, biraz ürəli danışır. Mikrofon səsiləşməyəcək. Biraz ona tərəfə, Qutqan xışıldadacaq onu. Ortaya çək biraz. Bəlkə də işləyirlər. Ortaya çək biraz. Ortaya çək. İşləyirlər, yaşayacaq. Bilməyəm olmaz. Yox. Biraz ortaya çək. Belə yaxşı. Yermalov. Yermalov bura bir təkliflə gəlmişdi. Nə təklif idi o? Lənkəranla Qarabağ xanlığının güzəştliyi edək. Ruslar, Qacarlar hansı hadisələrdən istifadə edib müharibəyə başlamaq istəyirdi? Ruslarda vəziyyət nətər idi ki, Qacar bunlardan istifadə edib müharibəyə başlamaq istəyirdi? Fransa'nın, yox, Ruslarda, həmin dövrdə. Nə olmuşdu yəni? Ruslar, məsələn, Fransa müharibəsinə qalib gəlmişdi Ruslar. 25-26-cı ildə. Dekabrisdə üsyanı baş vermişdi. Sonra nə olmuşdu? Sonra mən feodal pərşəntliyi var idi. Yeni hökmdar hakimiyyətə gəlmişdi, amma möhkəmlənə bilməmişlər hələ. Boşluqdan istifadə eləməyə çalışırdı. Yeni hökmdar kim idi ki? 25-də gəldi. Kim idi ki? O birinci idi mənim, şeydə bu, Aleksandr idi. Aleksandrın hakimiyyət elə bilirsən? De görüm. 1801, 25, bu Aleksandr idi. Yox, bu 25-55 olan şeydən, adı yadımdan çıxdı. Nikolay. Öz diqqətli ol. Açılış eləyəm, yavaş eləyəm. Sıxmıram. Kamera var, indi biraz olur. Sən öyrəşmədin, tutarmadım. Mən də biraz boşluq oldu indi. Düz deyilsin, biraz sezon finalı deyil. Yaxşı, və sən də görək, indi bu müharibə neçənci illərdə baş verir? 26-28. Müharibədə Rus hökmdarı kim idi? Elə
Nikolay. Bəs Qacar hökmdarı kim idi? Şunlar Fətəli Şah. Qacar qoşun başçısı kim idi? Abbas Mirzə. Müharibə başlayanda Rus qoşun başçısı kim idi? Yermolov. Yermolov. Sonra da Paskevich. Müharibə başlayanda Abbas Mirzə özünə bərabər bir neçə adam da yığıb çıxaraq getdik. Kimlər idi? Uğurlu Cavad xan oğlu idi. Uğurlu xan. Sonra əvvəlki baş xan var idi. Sonra bir də Şəki xan da var idi. Şəki xan özü yox idi, onun oğlu idi. Oğlu. Məhəmməd Hüseyin idi. Yox. Hüseyin. Sonra başqa İrəvan xan var. İrəvan öz yerində idi, heç hara getməmişdi. Başqa 3 nəfər yazır. 2 nəfər də var. Prosta burada yazılmıyor. Yazmıyor. Mən nə qədər eləyirəm, siz bunu başa düşərsiniz. Sol səhifədə yazıb da. O bir səhifədə. Kim idi ki? Lənkəran xan idi. Lənkəran. Bir də Şamaxı xanı. Şamaxın dedim. Demədin. Demədim. Şəkini dedin. Şirvan, idi. Şəki ilə Şirvan qarşı. Neysə. İndi bu tutaq ki, bunlardan hansılar uğurlu olur? Oğlu Gəncəni tutun. Bir də ki, Lənkəran idi. Bəs bu uğurlu başqa hansı ərazilərə keçirir? Şəmşəddir. Şəmşəddir. Bəs neçənci də o Gəncədə üsyan baş vermişdir ruslara qarşı? 26-cı ildə. Üsyan nəticəsini almışdı. Gəncə döyüşü. Yox. Şəmkir döyüşü. Yox. Üsyan yatırılmışdı. Ruslar qovulmuş uğurlu gəlmişdi. Hələ Gəncə, xan hakimiyyəti bərpa olunur. Bəs İrəvan xanı kim idi? İrəvan, orada Məhəmməd Hüseyin idi. Yox. Mehdi. Yox, Mehdi. Həsən xan idi. Həsən. Əsnə xanın qardaşı idi bu. Həsən xan haranı azad edir? Şörəyellə Pəmbəş. Nə zaman azad edir? 26-da. Bəs yaxşı, bu gedənlərin içərisində 2 nəfər də uğursuzluqla nəticələndi. Bakının tabi bir də Şuşa. Şuşaya kim getmişdi? Abbas Mirzənin özü. Neçə gün mühasirədə saxladı? Bəs Bakıya kim getmişdi? Keçmiş başxan. Kim keçmiş? Yox, Mirzə Məhəmməd idi. Yox, Məlik. Sonuncu başxanı kim oldu? Hüseynqulu. Hüseynqulu xan. Yaxşı, bu Bakıya nə ruslar bu qədər önəm verdilər ki? Çünki Əşrəxanın əlaqəsi var, bir də ərzaqla təmin olunur. Sağ ol. Bəs yaxşı, müharibənin taleyini dəyişən döyüş hansı olur? Nə zaman baş verir? Nəticəsi nə olur? Nəticəsində ruslar məğlubiyyətə uğradır. Yəni uğradır Azərbaycanlardan. Bundan da yəni ki dəyişiklik olur da, yəni ki müharibənin gedişatında dəyişiklik olur. Gəncə döyüşü dövründə bir dənə də döyüş baş verir. Şəmkir. Ondan əvvəl olmuşdu. Ondan. Bəs bəri bax, bu Gəncə döyüşündə rusların qalib gəlməsinə təsir göstərən bir hadisə nə olmuşdu? Erməni fitnə. Nə dedin? Fitnə. Hə, düzdür. Dostlar, buradan bir dənə oxşarlıq çıxardırıq. Ermənilərin xəyanəti. Bunun oxşarlıq videosunu çəkəcəm öz yerimdə. Amma ermənilərin xəyanətinin baş verməsi 1804 Gəncə işğalı zamanı rusların Zaqatala üsyanı. Bəli, 1863 Zaqatala üsyanı, bizə 1826-da olan Gəncə döyüşünün oxşar xüsusiyyəti ermənilər burada fitnəkarlıq törətmişdir. Hə. Yaxşı, bəs bu döyüşlərdən sonra deyir hamı çıxır buradan, amma bir nəfər qalır. Lənkəran qalmışdı yerində, bəli. Bəs yaxşı, bu döyüşlər baş verəndə, yəni bu döyüşlərin baş verməsi Rus ordu başçısı olaraq kimə aid idi? Yermolov. Bəs bundan sonra amma dəyişiklik olur. Paskevich. O burada bir dənə diqqətli olmalısan ki, səni çaşdırmaq üçün deyə bilərik ki, Gəncə döyüşündə məsələn Paskevich qalib gəlir. Belə bir şey sala bilərlər də. Məntiqi cəhətdən də fikirləşərsən ki, həqiqətən Gəncədə Paskevich də 26-da gəlib belə belə. Amma böyük bir qəbahətdir. Olmaz. Bəs yaxşı, sən də görün bu ikinci mərhələdə Ruslar hara hücuma keçirlər? Ruslar ikinci mərhələ. İrəvan Naxçıvan istiqaməti. Hansı xanlığı işğal edirlər? Naxçıvanı döyüşlü, döyüşsüz. Bəs İrəvan xanlığı istiqamətində hansı döyüşlər baş verir? Cavanbulaq, bir də Abbasabad deyək dedim ki, qalar onu azad edirlər. Döyüş var. Adı neydə döyüş qarşılanan deyil. Cavanbulaqla onun deyil o döyüşün adı. Sərdarabad yapmışım. Nəysə, Cavanbulaq döyüşünə vaxt baş verir. 27 idi. Nəticəsində haranı az işğal edirlər? Cavanbulaq qalası. Yox. İrəvanı. Yox. Cavanbulaq, Naxçıvan mənədə olub da dedik. Bəyək dedim. Bəyək dedim, axı dedim Cavanbulaqdan sonra olmur. Sən də bəyək dirəşmədin ki, bu qalanlı döyüş olub. Abbasabadı işğal edirlər də. Sərdarabad nə vaxt baş verir? O da 27. Ayın bilirsən, ümumiyyətlə. Sentyabrında. Sərdarabadın nəticəsində olub? Sərdarabad oktyabrda tuturlar, İrəvanı. Sərdarabaddan sonra Sərdarabadı tuturlar. Sonra İrəvanı kim tutdu indi? Paskevich. Paskevich İrəvanı tutduğuna görə. Gör kim şahid. Sonra ordenlən, başqa medallarla təhsil. Nə duydu? Ad var ki, Yerevanski var. Bir də nə var başqa? Qraf titulu. Qraf. Sonra Ruslar amma hücumu davam elətdirir. Haran tuturlar? 27-də hələ şeydə tuturlar. Baku idi, Mərənd idi, Xoy. Bəs yaş oradan hara gedirlər? Təbriz. Təbrizə. Təbrizi tutub neyinirlər oradan? İdarə tutur. Nə yaradı, nə idarəsi? Əyalət. Yox, nə idarə? Nə idarə? Nə idarə? Təbrizdə müvəqqəti idarə. Tamam, elmədəsin. Sağ ol, səni desən. Sağ ol. Müvəqqəti idarə yaradılar.
Bu dedi ki, bunlar Təbrizdə yerləşəndən sonra tərəflər arasında sülh danışığı gündəmə gəlir. Amma uzanır da sülh. Niyə uzanır? Şərtlər, Nə idi? Rusiyanın şərtləri. Nə idi? Böyük şeydə təzminat. Ay sağ ol. Qazada da deyir ki, Uzandı deyə bunlar da istifadə edib ruslar tuturdular. Qazada deyir ki, pulunuz yoxdur. Hə. 2 il səndən 1 danışır. milyon istəyir, hə? 300.000 dolar. 300 min dolar. Onu Lazya deyir də. Eşməsən. Nə? Lazya. Tam sən Lazyanı. Tanıyıram, ad tanışlar. O deyir, şey puluyla belə 300.000 dolar. Hə, o bildim mən. Qumarxana sənəsi. Mən Qurtlar Vadisi. Baxırsan. Baxmışam. Bax. Yaxşı, sonra haranı ruslar işğal edir? Haranı bir dəqiqə fikirləşim. İstifadə edib haranı Ərdəbil tutmuşlar. Bir də ki, Urmiyanı. Birinci hansını tutublar? Urmiyanı. Ay günü var onların, rəng çəkmə denən. Deməli, oktyabrında, noyabrda, dekabrda. 28-i hə, bilməm, deyirəm mən bir dəqiqə. 28-in deməli, yanvarın 28-i tutdular Urmiyanı. Fevralın 8-i o Ərdəbil. Ərdəbil tanından sonra nə var? Ondan sonra indirlər, bayram keçirlər. Orada bir yer var, oranı. Bir yer var. Hə, Şeyx Səfi məqbərəsi. Kitabxanası. Talirlər. Stalin qılıncı idi orada. Oradan Tiflisə, oradan da Peterburqa idi. İmperator şeylə. Muzeyinə də bilirəm. Və yaxşı, müharibə hansı sülhlə bitir? Türkmen sayına. 16 maddə. 16 maddə deyildi. 16 mart? Maddə. De görüm bəs tərkibini. Tərkibi deməli mən. Say gəlsin deyirəm, say. Nə saymam? Maddələr də. Nə var deyirəm. Deməli 20 milyon təzminat ödəməli idi Qacarlar. Ödənənə qədər Cənubi Azərbaycan bir hissəsi qalırdı ruslardan. Sonra Qacarlar Xəzər dənizinin Rusiya daxil dəniz olmağını qəbul edir. Bir də ki, həm Cənubi həm də Şimali Qafqazın yəni iddialarını əl çəkir. Bir də ki, hər ikisi Gürcüstana oxşar cəhət olaraq yenə diplomatik korpusa asılacaqdır. Qacarlar, bir də 15-ci maddə əsasının biri də var idi. Qacarlar yəni Şimali Azərbaycan gələ bilər də. Qacarlar yox, Qacar ərazisinin olanlar çox sevirlər. Xristiyanlara da. Köçürmə siyasətdə bu. Ermənilərin zaten. Bir də ki, Xəzər dənizində yalnız ruslar ola bilərdi. Yəni. Gürcüstanla bir dənə də oxşar xüsusiyyəti var idi. Xəzər dənizindən biri o idi. O heç başqa bir dənə də oxşar xüsusiyyəti var. Təzminat ödəməyi təkcə buradaydı. Gürcüstanla işlən oxşar yox idi. Ticari güzəştiydi. Hə, ticari güzəştiydi. Nədir? Oxşarlıq sağlayır bana. Nə oxşarlıq? Azərbaycan ki istəyir. Müqavilələr. İkar. Nəyi mən? Deyir azdan ki, sizə müqavilələr desin. Türkmen çay. Sən nə deyirsən? Türkmen çay Gürcistan da şeydə, 3-cü İstanbul. Gürcistan. İzaha bak. Gürcistan orada istəyir dedikdə onu. 300 İstanbul bəs. İstanbul 3-cü İstanbul. 1724'də olmalısı. Görürsən. İzaha bak. Ortadan da yazım oxumuşam. Oradan. Öz oxuya bilir ya bunu. Neysə. Bəs yaxşı, bu şeydən sonra hansı xanlıqlarımızın daxili müstəqilliyi ləğv edilmişdi? İrəvanın axsana. Yerində nə yaradılmışdı? Erməni qomutan olmaq. Neçənci illərdən əvəzdə oldu Erməni? 28-40 idi. Osmanlı ilə də bir dənə müharibə baş vermişdi. 28-29'da. Hansı müharibə müqavilə ilə bitmişdi? Ədirnə ilə. Bir görüm şərtini. Osmanlı Qafqazdakı Rus işğallarını tanıyır. Qarışmayacaqlar bir şey. Bir də ki, məğlub olub təzminat ödəyəcəkdir. Bir də. Başqa nə var ki? Hə, bir də ki, ərazini birim verir də, anın başlayır. Aydı. Aydı, nəsə belə bir şey deyəm. Ahalsıq. Axalsıq başalı, bir hissəsini verir. Sıvı dəstələrdir. Bir daha var uşaqlarına. Sağ olun uşaqlar. Nəsə demək? Nə demirəm? Nəsə demək istəmirsən? Nə deyim? İnşallah yaxşı komment atam. Yox, idarə təkrar lazımdır. Nə demək təkrar lazımdır? Mən müəllim dedim, Dostlar, dərsimizin birinci hissəsi bitdi. İkinci Rus-Qacar müharibəsinin sual cavab elədik. İndi isə ikinci hissədə keçəcəyik Sasani, Ərəb, bir də Xürrəmlərə. Özünüzə yaxşı baxın. Mən də onu da